Salam aleykum dostlar. Deməli bu evi dünənləri çəkmişdim. İndi işə start vermişik. Bir-iki dənə detallar var. Onları başa salmaq istəyirəm. Deməli çoxları bizə deyir ki, usta baha işləyirsiniz. Əslində baha işləmirik, ucuz işləyirik də. Nəyə görə? Çünki belə bir bez istik kəsmişik. Kileyləmişik başlığı. Fikir verin. İdeal kəsim. Bir də ki, yəni laminatı vuranda ölçürük, biçirik, diaqonalı çıxardırıq. Fikir verin, girəcəyə 3 dənə belə salmışıq ki, qısok salmışıq o biri divara. Yəni işə başlayanda biz həmişə ölçürük, biçirik. O 101 bit söhbətlərini eləyirik. Atalar deyir 101 bit. Burada da paşti 150-200 kvadrata yaxın yerdir. Yolkanı belə düzmüşük. İndi bunun divarlara uyğun kəsəcəyik. Yəni divarların diaqonalını el eləməliyik ki, otaqlarda çox da əyriliklər olmasın. Yəni retki belə böyük evlərdə diaqonal düz olur. Yəni diaqonalı həmişə əyri eləyirlər. İzləmədə qalın, inşallah növbəti videoları çəkəcəyik işlədikcə. Yəni tez-tez video paylaşırıq ki, səhifə ölməsin. Əslində kimsə deyə bilər ki, o üstad bildikdən laminat vurursunuz. Yəni paylaşmaq lazımdır ki, səhifəmiz hamının qabağına çıxsın. Kim də bu videonu görürsə, takip atsın, like eləsin ki, səhifəmiz ölməsin. Sağ olun, inşallah izləmədə qalın. Növbəti videoları çəkib paylaşacağıq.